Şabranda bir gündə 5 nəfər dəm qazından zəhərlənib. Şabranın Sincanboyaq kəndində ana və qızı dəm qazından zəhərlənib. 34 yaşlı Günay Meylaverdiyeva və onun 9 yaşlı övladı dəm qazı zəhərlənməsi ilə Şabran rayon mərkəzi xəstəxanasına çatdırılsa da az yaşlının həyatını xilas etmək mümkün olmayıb. Hadisə hamam otağında baş verib. Məlumata görə ana əvvəlcə digər övladını hamamda çimizdirib. Daha sonra o Gül Meylaverdiyevanı da çimizdirmək istəyib. Lakin hər ikisi hamamda zəhərlənib. Uzun müddət hamamda qalan ana və qızının vəziyyəti ağırlaşıb. Dəm qazından boğulub rəhmətə gedib uşaq. Belə deyiblər. 3 evladı. Biri oğlan, 2 qız idi. Biri rəhmətə getdi, ikisi qaldı. Daha bir dəm qazından zəhərlənmə isə şəhərin Məmmədəmin Rəsulzadə küçəsində qeydə alınıb. Günay Nuriyeva və onun 2 az yaşlı əkiz övladı dəm qazından zəhərlənib və onlar da Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən edilən yardım nəticəsində dəm qazından zəhərlənən 44 yaşlı Günay Nuriyevanın və əkiz övladları 6 yaşlı Cavidan və Aydanın həyatını xilas etmək mümkün olub. Dünən 9 mart tarixində 5 nəfər xəstə daxil olub bura. Şabran rayon mərkəzi xəstəxanasına 2 nəfər reanimasiya gətirilib. Reanimasiya gətirilən kimi uşaqda 2016-cı il təvəllüdlü qız uşağında artıq bioloji baş verdiyi təsbit olunub. Ananın vəziyyəti çox ağır olub, ağır idi. Anaya təcili yardım və reanimasyon tədbirləri, intensiv terapiya tədbirləri görüləndən sonra ananın vəziyyəti stabilləşdi. Ana hal-hazırda da müalicəsi davam edir, vəziyyəti stabildir, normaldır. Digər daxil olan dəm qazına zəhərlənmə ilə daxil olan 3 nəfər isə acil şöbəsindən yardım olunub, ilkin yardım və vəziyyətləri stabilləşdiyi üçün ambulator müalicəyə buraxılıb. Faktlarla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.